Hoş gördük sizi gəlinlər, qızlar, xanımlar. Bugün sizinlə simit hazırlayırıq. O balaca simitlərdən yox, böyük simitlərdən. Bilirsiniz, axır vaxtı bizim dükanlarda satılır, çörək dükanlarında və uşaqların çox xoşu gəlir. Elə görürsən, birini alırlar, yolda bölüb 3-4-ü məktəbdən gələndə yeyə gəlirlər. Deməli, bizə 240 qram su ilə südün qarışığı lazım olacaq. Daha sonra bir xörək qaşığı duz, daha doğrusu bir çay qaşığı duz, 2 xörək qaşığı şəkər tozu, 10 qram maya və 4 xörək qaşığı yağ lazım olacaq. Yarım kilo una. Bu baştan deyim ki, mən olsam bura 240 yox, 250 qram su qatardım. Çünki biz bilirik adətən 2 stəkan una, 1 stəkan su gedir. Burada uca bir balaca o yan bu yanı var elə bil ki. Neysə, hazırlayaq görək nə alınacaq. Sözün düzü bu videonu qoymaqda məqsədim nədir? Ki, bilmədiyiniz, tanımadığınız və elə mənim də tanımadığım kanallardan resept götürüb bir şey hazırlamağa başlamayın. Həmişə tanıdığınız kanallardan bir dəfə işlətmişsiniz, bilirsiniz ki, bu adamın verdiyi resept sizə ziyan gətirməz. Yəni, pul verirsiniz, alıb gətirirsiniz, niyə axı ziyan olsun? İstəyirsiniz, yaxşı alınsın. Deməli, bildiyiniz, tanıdığınız insanların, daha doğrusu kanalların reseptlərindən istifadə edin. Südümüzü su ilə bir yerdə qızdırdım, içinə mayanı əlavə elədim və qarışdırıram. Qarışdırıram ki, bir balaca elə bil ki, ərisin. Amma siz görmüsünüz neçə dəfə, mən belə də elədiyim hal olub. Çörək və ya məsələn lavaşı mən şeysiz elədim, düzdür, mayasız elədim. Amma maya ilə eləyən vaxtım da olub. Mayaya bir qaşıq, əgər mayanı gözləyirəmsə, qalsın, gəlsin. Ora 1-2 qaşıq un əlavə eləyirəm. Onda daha yaxşı köpür və çörək üçün o cürə lazımdır. Neysə, bu reseptdə belə verilmişdi. Mən onu dəqiqliklə istəyirəm, hazırlayım. Və aparatda qoyuram, xəmirim yoğrulsun. Reseptdə deyildiyinə görə yarım kilo unun hamısı ora gedəcək. Mən hiss eləyirəm ki, bu düzgün deyil. Baxın, nə qədər işləyirsə maşın o unu elə bil ki qarışdırır, elə boş-boşuna qarışdırır, xəmir alınmır. Deməli, bizim simitimiz istədiyimiz kimi alınmayacaq. Bu başdan onu deyə bilərik. Düzdür, mən bura su əlavə eləyə bilərəm. 1-2-3 xörək qaşığı su əlavə eləsəm və ya süd əlavə eləsəm, bu vəziyyətdən çıxmaq olar. Amma axı elə yağ da var. Deyirəm, bəlkə onu yağ düzəldəcək. Neysə, görək nə olacaq da. Bir qaşıq mən su əlavə elədim və nəticədə xəmirim gəldi bu vəziyyətə. Amma xəmir gördüyüm kimi çox bərkdir. Əlimə yapışmır. Hərçəndir. Görək. Simitlər cürəbəcür olur. Əlbəttə, bu yəqin ki, o balaca simitlərin xəmirindəndir. Onlar axı biraz elə bil ki, bəlkə olur xəmirləri, çox puf-puf olmurlar. Ona görə mən buradan bunun hamısını o böyük simitə işlətməyəcəm, biraz saxlayacağım. Masamızı sildim, təmizlədim və indi mən bu xəmiri yağla yoğurmalıyam. Amma əllərim hiss eləyir ki, xəmir çox, necə deyim, bərkdir. Bu yumuşaq alınsaydı daha yaxşı olardı. Qatdıya yedirdirəm bu yağı həmin bu xəmirimizə. Görürsünüz, yapışmır heç. Xəmir yağı canını çəkmək istəmir. Da indi mən kəstim nə qədər ki video uzun-uzadı alınmasın.
Axırı ki yoğurdum, bir şey çıxartdım ortalığa. İndi bunu qoyacağım qaba və deyilənə görə 20 dəqiqə bu xəmir qalxmalıdır. Görək, xəmiri qabımıza qoydum, üstünü də örtürəm. Örtürəm görüm 20 dəqiqə bu xəmir qalxacaqmı? Həmişəki kimi streçlə bağlayıram ağzını. Üstündən də dəsmal qoyacağam və elə masanın üstündə buraxmalıyam. Çox gözəl. Gedirəm istirahət eləməyə. 20 dəqiqə nədir? Yarım saat, 35 dəqiqə keçib. Xəmirim qalxıb, 2 dəfə böyüyüb demək olar ki, 2 dəfə yox, bir yarım dəfə. Şükür, buna da şükür. Mən deyirdim, heç bu da qalxmayacaq. İndi düzəldirəm xəmirə forma verməliyəm. Dediyim kimi bu xəmirdən biraz götürəcəyəm. Buradan balaca simitlər hazırlaya bilərəm. Bundan isə böyük simit hazırlayacağım. Onu da götürməzdim ha. Deyirəm, birdən alınmadı da. İndi bunu mən yavaş-yavaş əlimlə yaymalıyam. Yenə də yağın köməkliyi ilə. Yəni əlimlə açmalıyam. Oxlov zad vurmalı deyiləm. Yağı vurduqca düzü xəmir elastikləşir və uzanır. Yavaş-yavaş gördüyünü adıram. Yağlaya. Və axırda bunu bükəcəyəm. Gələn videoda mən bunu mütləq, indi gələn video açan olacaq, bilmirəm, simit haqqında, yəni ki, mütləq bunu o soyucuya qoyduğum xəmir var idi, onunla eləyəcəyim. 100% o xəmirlə daha yaxşı alınacaq. Baxın, xəmiri bu qədər aça bildim. İndi onu başlayıram qatlamağa. Yadınızdadır, baget hazırlamışdıq. Bageti qatlayan kimi qatlayırıq. Elə bagetin də xəmirindən yaxşı alınardı. Yox axı, dedim yoxlayayım görüm. Bu resept türklərin reseptidir də, yaxşı alınmalıdır. Deyə bilmərəm ki, tamı pisdir, yox, tamı çox gözəldir, amma o dükandakı kimi deyil. Yəni belə puf deyil də, oradakı axı qabarıqdır. Bilirəm, ora mayadan başqa şey də qatılır. Deməli, pekarniyalarda işlədilən xüsusi bir paraşok var, onu qatırlar. İndi simitimizi kağızın üstünə yerləşdirdim və qoyacağım 40 dəqiqə qalsın, xəmir gəlsin. Hərçəndir ki, videoda deyirdilər 20-25 dəqiqə. Mənə elə gəlir ki, 40 dəqiqə hələ bəlkə də az olar. Qoyuram sobaya, siz görmüsünüz mənim videolarımda, sobanın altına su qoyuram. İsti su. Gördünüz, 40 dəqiqə, 45 dəqiqədən sonra xəmirim belə qalxdı. Üzərinə susam sərpirəm. Küncüdür, yəni ki. Əlbəttə o çox olmalıdır. Yapışması üçün nə elədim? Yapışması üçün götürdüm əlimi suyla islatdım, sürtdüm xəmirin üzərinə. Daha sonra isə susamı yapışdırdım. Yumurta da sürtə bilərsiniz, qatıq da sürtə bilərsiniz. Yəni kim nə istəyir? Mən ağırlaşdırmaq istəmədim xəmiri. İstəyirəm görüm alınır. Mən də o cürəyə alınmır. Şirin pesoku suda qarışdırıb şirin suda sürtə bilərsiniz. Yəni o sizin istəyinizə bağlıdır. İndi yenə də bunu bir 10-15 dəqiqə qoymalıyam, gözlədim. Ondan sonra bişirdim. Baxın belə alındı.
istidir, onu çıxardıram dəmirin üstünə, soymalıdır. İndi üstünə bir dəsmal atacağam və bir 20 dəqiqə soğusun. Soyudu. Simitimi görürsünüz, görünüşü pis deyil. Görünüşü yaxşıdır, amma mən istəyirdim o çox qalxsın axı. O hələ o dərəcədə qalxmadı da. Görək tamı necədir? Yumuşaqdır. O qədər də kövrək deyil, çünki o simitlər çox kövrəkdir. Deməli, onun içində nə yağı yoxdur, o dükanda satılanın, nə də süd yoxdur. O adicə suda yoğrulmuş və içinə o dediyim pekarski paraşok tökülmüş xəmirdir. Ona görə o cürədir. Nəysə, simitimiz belə alındı. Tamı yaxşıdır, bişirə bilərsiniz. Amma xəmiri biraz yumuşaq tutun. Vəssalam. Süd tamam. Videomuz da qurtardı. Sizə çoxlu xoş günlər, can sağlığı arzulayıram. Süfrəniz dolu olsun, xoşbəxt olun, videolarıma baxın, bölüşün və yenə də sizinlə görüşmək üzrə ayrılıram. Xudahafiz.